1923-cü ildə SSR Xalq Artisti Şövkət Məmmədovanın təklifi nəticəsində Azərbaycan Maarif Komissarlığının qərarı ilə Bakı Teatr Məktəbi yaradılır. Məktəbdə ilk illərdən başlayaraq Əbdülrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyin Cavid, Abbas Mirzə Şərifzadə, Rıza Sarabski və başqaları dərsləyir. Teatr məktəbinin ilk məzunları isə Fatma Qədri, Rıza Əfqanlı, sonraki illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova və başqa tanınmış sənətkarlar olur. 1945-ci ildə Teatr məktəbinin bazasında Teatr İnstitutu yaradılır. Beləliklə yeni fakültələr və ixtisaslar açılır, tələbə qəbulu artırılır. 1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılır. Nəhayət, 1991-ci ildə İncəsənət İnstitutu universitet statusu qazanır. Bu, Respublikamızda ilk analoji hadisə olur. Beləliklə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti o zaman Azərbaycanda mövcud olan 2 universitetdən birinə çevrilir. Bugün burada 7 fakültə, 31 kafedra fəaliyyət göstərir. 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlanır. Zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bugün 90 yaşını qeyd edir. Bizim ali məktəb çox böyük işlər görüb Respublika üçün. Demək olar ki, Respublikanın incəsənət sahəsində, mədəniyyət sahəsində çalışan insanların ən azı 90% bu ali məktəbin yetişdirmələri olublar və gündə var. Bura bizim yaradıcılıq emalatxanamızdır. Halbuki o öz uşağından beri imtina elədi. İndi isə sən gəlib onun haqqında məndən nə şey istəyirsən? Hə? Bəzən ağlayırıq. Bəzən də qəzəbli oluruq. Bəzən gülürük. Aktyor həm güldürməli, həm ağlatmağı bacarmalı. Mənim kimi adama yanaşmasa, nə çarədir ki, Arazın o tayına keçə bilsin? Yox, mən istəmirəm mənim sərxoş olsun. Qız, burada nə qayırırsan bu qədər vaxt? Onun ağzı deyil mənim Mirzəmi qovdurar. Həyat da bu cür müxtəlif obrazlı insanlarla doludur. Rol üzərində iş prosesi, insan obrazlarının, xarakterlərinin tapılması mənim həyatda enerji mənbəyimdir. Bizim universitetdə sənət adamları çalışırlar, dərs deyirlər ki, Azərbaycan teatrının gələcəyini, incəsənətin gələcəyini onların simasında görsünlər. Həmçinin aktyorluqdan əlavə bizim fakültədə həm də xoreografiya sənəti var. İlk dəfə təxminən 15 il bundan qabaq başlayıb həmin bu ixtisas açılışı və burada artıq Azərbaycan balet sənətinə də müxtəlif sənətkarlar yetişdirib hazır edirik ki, onlar da balet sənətini inkişaf etdirsinlər.
etməni isə biz öyrəndik. Bəzən oxuyan səsimizdir. Bəli, oxuyan ruhumuzdur. Aman olma məndən ayrı, ürəyimdə var yeri. Çıxmır xatirimdən bir an, sənin ala gözlərin. Hər bir aktyora musiqi duyumu və yüksək zövq vacibdir. Biz də bir müəllim olaraq çalışırıq ki, Avropa əsərlərini Avropalılar kimi, milli əsərlərimizi isə öz məxsusi milli çalarlarında ifa edir. Aşıq sənəti pirdir, ləl cavahirdir, dürdür. Heç kim ondan baş açmır, başdan ayağaca sir. Muğam kafedrası, yəni çox böyük rolu var. Bu bizim gələcəyimiz üçün, yəni bizim gənclərimiz üçün çox bu necə deyirlər, qiymətli bir işdir. fakültəsində 8 ixtisas üzrə tələbələr təhsil alırlar. Bunlardan televiziya rejissoru, kino rejissoru, operator sənəti, musiqili teatr rejissoru, estrada rejissoru, kütləvi tədbirlər və tamaşalar rejissoru, dram rejissoru və teatr rejissoru. Azərbaycan teatrlarında demək olar ki, çalışan tələbələrin əksəriyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır. Burada uzun müddət görkəmli rejissorlar yetişmişdir. Görkəmli rejissorlar dərs demişdir. Artıq universitetimiz xarici dövlətlərlə əlaqələrin nəticəsində Türkiyədən, İrandan tələbələr
televiziya rejissoru, dram rejissoru, kino rejissoru kimi ixtisaslarda təhsil alırlar. Teatr məkanı və sanalı sənət. Həm də bu zaman, həmişə müasir zaman. Teatr bir məbəddir. Hər axşam səhnədən işıqlı fikirlər, işıqlı ideyalar, işıqlı düşüncələr sərgiləyən bir məbəddir. Təfəkkürün yorulmayan qanadlarıdır. Pis kitab yoxdur, pis naşir var. Biz də peşəkarlardan öyrənir ki, layiqli mütəxəssis olur. Asudə vaxtlarımızı belə keçir. Bizim ali məktəb çox böyük işlər görüb Respublika üçün. Demək olar ki, Respublikanın incəsənət sahəsində, mədəniyyət sahəsində çalışan insanların ən azı 90% bu ali məktəbin yetişdirmələri olublar və gündə var. Müzik